Harda qaldıq? Deməli, alkil radikal nədir? Alkandan bir dənə hidrogen atomu çıxanda yerdə qalan alkil radikalı adlanır. Bax, karbon atomu birli, ikili, üçlü, dörtlü olur. Amma alkil radikalı birli, ikili və üçlü olur. Birli, ikili, üçlü. Bu nə deməkdir? Bax, məsələn, yazıram ki, CH2, CH3. Qoyam. Testdə imenli bu 4 dənəsi düşür. O birisi radikallar düşmür. İmenli bu 4 dənə düşür. Sonra CH2, CH2, CH3, CH2, CH, CH3, elə CH2, CH2 nələr düşür? Ancaq onları yazıram. Bax, alkil radikalları birli, ikili və üçlü olur. Diqqətiniz məndə olsun. Hidrogenin itirən karbon, neçə karbona qonşudursa, radikal o qədəni sayılır. İndi deyəsiniz, burada hidrogenin itirən karbon hansıdır? Hansından xət çıxarmışam? Bundan. Bundan xət çıxarmışam da, sanki bir şəkilsini qoparmışam da, hidrogendir. Hidrogenin çıxarılan karbon budur. Bu neçə karbona birləşir? Bir dənə. Deməli, bu neçəli radikaldır? Birli radikaldır. Birli radikal. Nuray, bu neçəlidir? Hidrogenin itirən karbona bax. Neçə karbona qonşudursa o qədəridir. Üçlü karbon. Hidrogenin itirən burada görürsən xət çıxan, axırda xət qoymuşam, quyruq kimi. O hidrogenin itirir. Bundan da xət çıxır. Bunu demək, ən axırda hansıdır bu? Bundan hidrogen qoparmışam da. Bu bir dənə karbona birləşsə birlidir. İndi bəs bu neçəlidir? Birli. Hidrogen itirən karbon budur da. Buna bax, buna baxma. Deyərsən, axı bu 2 dənə qonşu. Mən bundan nə işim var? Hidrogen itirən karbon. Hidrogen itirən karbon. Bir dənə karbona qonşudursa bu da birlidir. Yusif, bu ikili. Hidrogen itirən karbon budur da. Bu ikisinə birləşir. İkilidir. Zəhra, bu. Birli, hidrogen itirən bu karbon, bundan açıldı. Birinə qonşudur. Zeynəb, bu. Düzdür, bu karbona baxın ki, ikisinə qonşudur, ikili. Nuray, bu. Birli, buna bax ki, bu birinə birləşir. Birli. Nəzrin, bu. Üçlü. Üçlü. Aydın oldu nə dedi? Kim bilməsə, internetdə problem olsa, deyin, hər kəs. Ki, bu üçlü niyə oldu? Hidrogenin itirən karbon. 3 dənə karbona birləşirsə, bu üçlüdür. Niyə dörtlü radikal olmadı? Çünki Karbon karbon 4 valentlidir. Birinə hidrogen itirirsə, bir xətti varsa, təbii ki, 3 dənə başqa karbona birləşə bilər də. Karbonun valentliyi ilə bağlıdır. Aydın oldu. İndi bax, yenə deyirəm, 1-li, 2-li, 3-lü, 4-lü, 3-lü radikal nə olduğunu bildik. Karbon atomu 1-li, 2-li, 3-lü, 4-lü olur. Alkil radikalı 1-li, 2-li və 3-lü olur. Bunu bildik. İndi adlarına keçək. Bunun adı metildir. Böyle bir cür mövcuddur. Bunun adı etildir. Bax, ikisi birində CH5'dir. Etil. İndi fikir verin. Bu da C3H7'dir. Bu da C3H7'dir. Bəs yaxşı, mən nə deyim? Dəyişkən valentli elementlərdə belə idi ki, dəyişkən valentli elementin adını deyirdim. Məsələn, sabitdə deyirdim natrium oksid, sabitdir də. Dedim, bunu etil deyəcəm, başqa cür yaza bilmirəm. Amma dəyişkəndə valentliyin deyirdim ki, hansı valentdə söhbət gedir. Bu da CH7'dir, bu da CH7'dir. Mən buna da propil deyə bilmərəm. Bax, yan-bayan gəlirsə, bu normal propildir. Testdə belə yaz ki, N-propil. Yəni, bu normal propildir, normal propil. Amma bu da propil, amma izopropildir. İzo nə deməkdir? Yəni, quruluşunu dəyişdim də, izopropil. İzomer deməkdir də, yəni emirləri eyni. Normal propil yan-bayan gəldi, oje izopropil oldu. Aydın oldu nə dedi? İndi bunlara baxaq. Bax, fikir verin, bu da 4 karbonu var, C4H9'dur. Bu da C4H9'dur, bu da C4H9'dur, bu da C4H9'dur. Amma hərəsinin ayrı-ayrı adları var. Mən durum hamısını ucudan tutma, butil deyim ki, bu C4H9, butaniyyə də C4H9 butil idi. Hamısı butil deyə bilmərəm. Yan-bayan gəlirsə dediyimiz kimi, normal butil. Bu bir normal butil yox, bu bir bayaqdan qalmaz da birli radikal. Bunun adı nədir? Normal butil. Necə ki, bunda dediyi normal propil. Tən ortadan çıxarsa, əgər 4 karbonu var, ortadan tən çıxarsa, bu izobutil. Diqqətlə baxın, quruluşunu dəyişmişəm, izobutildir.
İndi deyəriz ki, bunun da quruluşu dəyişikdir, bunun da dəyişikdir. Hamısı izobutilliyə də yox, fərqli adlar olmalıdır. Bax, bunu bildin normal butil. Tən ortadan çıxdısa izobutildir, amma bu da butilin növüdür. Amma hidrogen, nitrat, karbon ikisinə qonşudur. Bu butilin ikili olan növüdür. Ona görə buna deyəcəm ikili butil. Bu da butilin növüdür. Amma üçlü olan növdür. Ona görə də üçlü butil. Bir də cümlələrə baxın. Metil bir cür mövcuddur. Metil, etil bir cür mövcuddur. Etil. Normal propil. Propil də bildirsə adına uyğun. Bu ucu izopropil. İndi bu normal butil. Tən ortadan çıxarsa izobutil. Bu da butilin növüdür. Amma iki radikal olduğuna görə ikili butildir. Bu butilin üçlü növüdür. Üçlü butil. Eyni ad qoyalım. Bildizəli deyil. Nəyi başa düşməsə sənin nəqəsində də soruşun. Bu belə. Sonra keçək alkanlarda rabitə. İndi sizə bir şey deyim. Bəzən olur ki, məsələn, bura gələn uşaqların əksəriyyətində deyək ki, belə, əgər hansısa müəllim yanında üzvü keçib gəlirsə, orada əzbərlədirlər, düsturu əzbərlədir, uşaq düsturla tapır. Burada elə deyil. Burada özün dərk edirsən, düsturu sən özün tapırsan. Yəni, düşünəsiniz ki, biz professoru tapaq. Niyə də olmayasın ki, professorlar bəyəm sizlərdən çıxır da elə, siz şahidlərdən. Bax, məsələn, yazıram ki, burada yəni başa düşüb özün tərtib edirsən. Bu alkandır mı? Çox uzağa getməyək, biraz qısasını yazaq. Qısasını bilən uzunluğu biləcək. Məsələn, bizə deyir ki, bunlarda rabitə dərsin keçdik. Buradan yazıram. Hibrid orbitallarının sayı yazmır. Hibrid orbitalların sayını hesablayaq. Biz də qeyri-üzvü kimyada təzə keçmişik. Burada yenə deyildi ki, məndən çıxdı. Bu nətər olur? Dəqiqə baş bölüm. Bir arama şikayət edilsin. Nə qədər qalıb dərsin? Arama şikayət edildi. Yəni, neysə basırlar internetdən ayrı. Nə qədər qalıb dərsin? Hələ qoy qutaraq. Hələ başlamışıq hələ. Oy, hələm bir Narahatça bitirsə dərsi işin. Bu öz-özünə niyə? Mən də internetdən aralanım. İnternet çox qoşulanda internet atır. Çox deyil axı. İndi, deməli C4 taşı olur. Mən bu cür yaza bildim. Başqa cür yaza bilmirəm. Zeminləri, emirləri eyni, quruluş və xassələrinə görə bir-birindən fərqlənsin. Görün, adları da başqa-başqa maddələrdir. Yəni, bunu birincidən niyə çıxarmıram? O zəncirə gələcək, şaxa sayılmır. İndi gəlin pentanı nizam edin, yazaq. Pentanı. Pentanda C5H12 demək. Belə yazaq bir halda. 1, 2, 3, 4, 5. Hidrogenlərin yazaq. Mən zəncirimdə radikal zad yoxdur, axı, belə lap zəncir ilə deyəsən 1, 2, 3, 4, 5. Bu pentandır. Pentan. Başqa nə cür yazaq? Elə eləməliyim 5 karbon olsun, 12 hidrogen olsun. Lövhəyə baxın, Yosef. 1, 2, 3, 4, 5. Yazdığımı belə. 1 və sondan çıxara bilmərəm anını. Hidrogenləri yazaq. Bunun adı nədir? Buradan nömrələsən. İkincidən metil çıxıbmı? Lövhəyə baxın. 1, 2, 3, 4. İkincidən metil çıxıbdı. 2 metil. Başqa yoxdur ki, zəncirdə 4 karbonu var. 2 metil butan. Bunu da bildiniz? İndi deyə bilərsiniz ki, belə yazın. Məsəl üçün deyirəm. 1, 2, 3, 4. Birinci və sonuncuya çıxara bilmərik. Bunu yazdım. İndi düşünərsiniz ki, ona buna yazın. Buna yazmamızın bir mənası yoxdur. Lap yazdım. Mən bunu nömrələsəm, zəncirimi birinci seçin. Buradan nömrələyəcəm də radikal yaxın olan yerə. 2 metil butan elə bu maddədir də. Təzə bir maddə yaranmaz ki, mən onu niyə yazım ki? Elə eləməliyim yeni maddə. İndi necə yaza bilərəm? Deyərəm ki, 1, 2, 3, 4, 5. 5-i parçalamalıyam da, cürbəcür yazmalıyam. H3, 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 H3 buraya yazmalıyım. Bu da C5H12'dir. Adına baxın, belə nömrələyəcəm. 1, 2, 3. Adı nədir bunun? 2, 2, qoy yazım. 2, 2, dimetil. Axırda 3-ün adını, 3-ə də deyirlər propan.
fikir verin, fərqli maddə adları olur da. Emirləri eyni qoluşma hadisələri Bunlar müxtəlifdir. C5H12-dir də. C5-i bax 5 dənə karbon Ha, cürbəcür yuxarı yazdım. C4H12. Sinif daxili izomerliyi C4. Ay bal başınızı qaldırın. Altı. Sinif daxili izomerliyi C4-dən başlayır. Bu bayaq 4-ü yazdım, indi də 5-dir. Oradan başlayır. Niyə metan, etan, propan izomeri yoxdur? Onu indi izah edəyək. Məsələn, propanı yazın. Propan belə yazılır mı? Bax, propan. Kənar eşit. Nömrəliyim. 1, 2, 3. Bunun adı propandır. İndi məsələn 3 karbonu belə yazsam. 1, 2, 3-cünü. Aha, bir və sondan çıxara bilmərəm şaha. Bunu yenə nömrələsəm. Yenə propandır da. Təzə nə yaratdım ki mən? Aydın oldu. Sinif daxili izomerliyi C4-dən, yəni butan səviyyəsindən başlayır. İndi burada həmsini optikiyə keçməmiş. İndi bizə bayaq dedik. Məsələn, 2 karbonu var, bir də 5 karbonu var. Hansının ərimə qaynama temperaturu yüksəkdir? 5 karbon. Karbonun sayı artdıqca ərimə qaynama temperaturu artır. Yəni emir artdıqca ərimə qaynama temperaturu artdığını bildik. İndi bir dənə də onu deyim. Karbonun sayı artdıqca izomerinin sayı artır yoxsa azalır? Karbon sayı artdıqca. İzomerinin sayı olur. İzomeri artır. Artır. Niyə? Biri var 4 karbonlunu düzəldir, cürbəcür formaya salar. Biri var 10 karbonlunu mən o qədər müxtəlif formada yaza bilərik ki. Elə deyil. Yəni karbonun sayı artdıqca, bu deməli ki, emir artdıqca, nisbi molekul kütləsi artdıqca ərimə qaynama temperaturu da artır. Mənə qulaq asın. İzomerinin sayı da artır da, cürbəcür formada yaza bilərəm onu. Amma həll olma qabiliyyəti azalır. Niyə? Bərkə doğru gedirəm. Əlbəttə ki, həll olma qabiliyyəti azalacaq da. Ümumiyyətcə yadda salın ki, alkanlar, bütün karbonhidrogenlər, nəinki alkan, bundan sonra sikloalkan, alken, alkagen, aromatik keçəcək. Bütün karbonhidrogenlər suda cüzi həll olur, çox pis həll olur. Bütün karbonhidrogen, indi biz alkanı keçirik, alkandan deyək. Bütün alkanlar suda çox pis həll olur. Alkanların emiri artdıqca axı bərkə doğru gedir. Həll olmaq qabiliyyəti azalır, geç həll olur da bərk. Həll olmağı azalır, amma ərimə qaynama temperaturu artır, izomerlərin sayı artır. İndi onu dedim bayaqlarda. Deməli 5 karbon olanın yoxsa 7 karbon olanın hansının ərimə qaynama temperaturu yüksək olar? Yüksək olan 7 karbon olanın karbon sayı artanda ərimə qaynama temperaturu artır. İndi buradan deyir. Bax, bunda da 5 dənə karbon var. Bunda da 5 karbon var. Bunda da 5 karbon var. Hansının qaynama temperaturu yüksəkdir desə, üçündə də izaha qulaq as. Hardan bilir üçüncü? Elə nə gəldi atmayaq da. Üçündə də 5, təbii ki, birində 5, birində 6 karbon olsa, 6 karbon olan qaynama temperaturu yüksəkdir. Üçündə də 5 karbonu varsa, izomerdə yəni, zəncirində hansında daha çox karbon varsa, onun ərimə qaynama temperaturu yüksəkdir. Bunun zəncirində 5 karbon var. Bunun zəncirində 4 karbon, o 5 karbonu var ha, amma zəncirində 4 karbon. Bunun zəncirində 3 karbonu var. Nə qədər zəncirində çox karbonu olarsa, yəni normal vəziyyətində, onun qaynama temperaturu daha çox olur. Belə görsənilir ki, radikallar, bunda radikal yoxdur. Bunda bir dənə radikal, bunda iki dənə radikal. Radikallar artanda qaynama temperaturu azalır. Nə qədər radikal artıraramsa, radikal nədir? Şaxələndirərəm. Nə qədər şaxələndirərəmsə, uzunluqdan kəsərəm ki, onu şaxələndirmiş olaram da, uzunluqdan kəsəndə, yəni radikalın sayı artanda, ərimə qaynama temperaturu da Yusif azalır. Aydın oldu nə dedik bura qədər? Bunu bildik. İndi keçək optik izomerlik asan. Elə bunlar da asandır. Bugün biz reaksiya keçirik. Ancaq siz ayvalar məktəb uşağı olsaq, biz alkanları məktəbdə proqramda 5-6 dəfə veririk. Bir dəfə adlandırma keçirik, bir dəfə rabitə keçirik, bir dəfə izomerlik keçirik, bir dəfə ümumi məlumat keçirik, hələ alınmasına qədər ha. Amma siz 11-2 ilə biz hamısı sıxışdırmalı, reaksiyalara qədər hamısı keçirik. İndi optik izomerlik. Optik izomerlik o deməkdir ki, maddənin tərkibində, nəinki alkandan danışıram, bütün üzv maddələrdən danışıram. İndi biz hal-hazırda alkan keçirik də. Üzv maddənin tərkibində asimetrik, simmetrik yox, asimetrik karbon atomu varsa, o birləşmə optiki aktivliyə malikdir. Bəs asimetrik karbon atomu nə deməkdir? Mən asimetrik birləşmədə görsəm, deyəcəm optiki aktivliyə malikdir. Və ulduzla göstərəm. Asimetrik karbon atomu o demək ki, bir karbondan 4 dənə müxtəlif qrup çıxsın. X, Y, Z, T məsələn yazıram. Bir karbona 4 dənə fərqli atomlarımı deyim, qruplarımı deyim birləşərsə, həmin karbon asimetrik karbon atomudur.
Əgər birləşmədə bu cür hal müşahidə olunursa, asimetrik karbon atomu varsa, deməli o birləşmə optik izomer əmələ gətirir. Məsələn, deyək ki, yazıram CH3, C, C2H5, C3H7 və H. Mənə deyir, bu optiki aktivliyə malikdirmi? Mən birinci tapmalıyam ki, asimetrik karbon atomu var içində, yoxsa yox. Və yaxud bunu bir dənə biləyim. Nə deyək? CH3, deyirəm, bax, göndərirəm. Bu karbona nə birləşib? 3 dənə eyni hidrogen birləşibmi? Mən aralasam, bu karbonla hidrogenləri aralasam, karbona 3 dənə atom birləşdi. Bu asimetrik deyil. Mənə lazımdır ki, karbona 4 dənə müxtəlif birləşsin. Bu karbona neçə dənə hidrogenlər birləşib hər tərəfindən? Bu da asimetrik deyil. Bu karbona 3 tərəfindən hidrogenlər birləşib, asimetrik deyil. Bu karbona eyni hidrogenlər birləşib, eyni şeylər birləşib. Ona görə asimetrik deyil. Bu karbona nə birləşib? Bax, metil, bunu bildim. Sağına metil, ikinci eynisi oldu da, gəl bunu aralayın, rahat görəyim. Bu karbona metil, şu 2 dənə eynisi varsa konkret asimetrik deyil. Bildiniz nə deyirəm? Gələk buna. Buna nə birləşib? Soluna metil radikalı, aşağısına etil radikalı. Bax, bu hidrogeni aralayım görün. Yuxarısına hidrogen, hər iki müxtəlifi ilə gəlirəm. Sağına da ki, bu izopropil radikalı, metil, etil, bunun da adı izopropildir. 3 dənə karbon var, bu hidrogeni istəyirsiniz burada yazın. İzopropil, yəni buna metil birləşdi, buna etil birləşdi, buna izopropil. Yəni bu asimetrik olduğuna görə bu birləşmə optik izomerlər əmələ gətirir. Aydın oldu? Digər qruplarda bir dənə demədiyim şey, yadımdan çıxan şey bu olur ki, qoyduğum elə buradan görsünlər. Alkanlarda, ay bala, alkanlarda karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi hidrogen atomunun sayının mənfisinə bərabərdir. Nə demək istəyirəm? Məsələn, belə ki, C2H6. Diqqətlə baxın. Oksidləşmə dərəcəsi keçmiş idi. Hidrogen müsbət 1-dir, müsbət 6-dır mı? Buna mənfi olmaq üçün mənfi 3-dür. İndi, mən desəm ki, karbon atomlarının oksidləşmə dərəcələrinin cəmini içədir. Hidrogen atom sayı 6-dır mı? Hidrogen atomların sayı 6-dırsa, karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi də 6-dır. Cəmi də 6 eləməlidir. Yəni ki, mənfi 3, elə ki, 2 dənəsi eləyəcək mənfi 6. Məsələn, deyirəm ki, qulaq asın. Məsələn, deyirəm ki, hansı alkanda karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi 10-a bərabərdir, yaxud mənfi 10-a bərabər, belə deyim də, karbon atomlarının oksidləşmə dərəcəsi. Çünki hidrogen müsbətsə, karbon mənfi olmalıdır. Karbon atomlarının oksidləşmə dərəcəsi mənfi 10-a cəmi, mənfi 10-a bərabər o demək, o alkanda 10 dənə hidrogen olmalıdır da. C4H10-da hidrogen müsbət 1-dir, müsbət 10-dur mu? Mənfi 10 eləmək üçün mənfi 2,5, bir dənəsi mənfi 2,5-dir ha. 4 dənəsi mənfi 10-dur. Karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi hidrogen sayından bərabərdir, yəni mənfisinə bərabərdir. Hansı alkanda karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi 8-ə bərabərdir? 8 hidrogen olan alkan hansıdır? C3H8. Propandadır, C3H8-də 8 hidrogen varmı? Hansı alkanda karbon atomlarının oksidləşmə dərəcələrinin cəmi mənfi 8-dir? 8 karbon deyəndə 18 hidrogen olanlar. 8 karbonu yox. Deyirəm ki, oksidləşmə dərəcələrinin cəmi, məsələn, mənfi 8, karbon atomunun oksidləşmə dərəcəsi mənfi 8 isə, bu demək ki, 8 hidrogeni olan alkan. 8 hidrogeni olan alkan o demək ki, hidrogenlərin sayı alkanlarda bu düsturundan var. İndi bərabər C8-dən gidirsək. Evə. Mən tapancanı da qoyarsam da. Tapanca, su tapancanız. Hə, su tapanca və ağzına birbaşa su eləyəcəm ki, qoyarsın. Deməli, evi aşağıdan vərəq verəcəm. Ancaq alınmasına qədər, bir də əyləş sözümü deyim, mala qatmayın ha. Siz məsələn öz dərsiz, mən də hər qrupdan bir uşaq var da, 1-4 uşaq və 2-5 və 3-6 da sizin öz gününüz deyək ki, üzvünü demirəm. Qeyr-üzvüyə gələndə demək ki, biz üzvünü öyrənmişik, o gün üzvünü keçmişdik, elə şey yoxdur. Bugün gəldin üzvüyə, bunun verilən təlimatı gələn həftənin üzvü gününə qalır. Bunu qeyr-üzvüyə heç bir dəxli yoxdur. Yəni, bazar görsərsiniz. Qeyr-üzvüyə, məsələn, indi bilməm nə, deyək ki, Sleyfer keçmişikdir, Sleyfer keçmişikdir. Orada onun
testlərdir. Burası. Bu dərsimizi gələn həftənin öz üzü vaxtınızda gəlmisiniz. Alınmasına qədər hələ biz reaksiyalardan keçməliyik. Ancaq qaydalar keçmişik. Qaydaları nöqtə virgülünə qədər soruşacağıq. Başqa yolumuz yoxdur. Nöqtə virgülünə qədər. Bu dəfə mən danışdım. Gəlin hələ sualı verəcəm. Çay çəkib siz mənə cavab verəsiniz. Mən istirahət edəcəm. Ama alınması Çok orada içim burada. alanda. Ha, bəs müəllimə oldu.